Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün 2026-25 yanvarda olan buraxılış sınağına baxacağıq. Bu sınaq deməli 11-lər üçün olub, 10-cu siniflər üçün də olan sınağı Cavid müəllim paylaşacaq. Bizə deyir ki, bu sırasını moda və medianın həndəsi ortasını tapın. İlk olaraq moda nə idi? Ən çox təkrarlanan ədəd. Məsələn, biz baxırıq ki, burada 6 bir dəfə, 4 bir dəfə, hamısı bir dəfə, bir dənə 9 2 dəfə təkrarlanıb. Onda modamız 9-dur. Bunu daha çox məsələn necə yadda saxlamaq olar? Filan paltar moddadır deyirik. Yəni ən çox geyinilən paltar kimi düşünə bilərsiniz. Əlaqəsi varsa, 9 oldu bizdə moda. Sonra çoxmu yaxın oldu? Sonra da narahat olursunuz. Ona görə belə qalsa yaxşıdır. Median nədir bəs? Ədədləri azdan çoxa, yaxud çoxdan aza düzdükdən sonra ortada duran ədəd bizim üçün mediandır. Əgər cüt sayda varsa, ortada duran 2 ədədi topla yarı böl. Yəni ədədi ortasını tap. Məsələn, burada fikir versək, neçə ədəd var? 3, 4, 5, 6, 7 dənə. Elə deyim. Onda ortancıl 4-dür. Və azdan çoxa düzüblər deyə bir problemimiz olmadı. Median da 4 oldu. İndi bunların həndəsi ortasını sizə kök altında 9 vurulsun 4 bizdə nə idi? Həndəsi orta. Cavabımız 6 olacaq. C variantı. Bu çətin deyildi. Bizə bir ABCD paralelogramı verilsin. Görək bu nə istəyir. A nöqtəsi bizə verilib. Niyə yazmadım? 2, -2. B bizə verilib -4, 6. C bizə verilib -1, 3. D bizə verilib AB. Bəzən burada uşaqlar iki nöqtə arasındakı məsafə düsturu və s. fikirləşirlər, amma məncə bu qədər əziyyətə ehtiyac yoxdur. Biz nə düşünə bilərik? Bunları gəlin kəsişdirək. Düz o cür də getmək olar, səhv deyil, amma daha asan yolu varkən. Bunu da bura birləşdirək. Biz bilirik uşaqlar, diaqonallar kəsdiyi zaman nə olur? Kəsmə nöqtəsində yarı bölünürlər. Ona görə bu O nöqtəsi əslində həm B-dir, həm də AC parçasının orta nöqtəsidir. Ona görə burada biz O-nun koordinatlarını tapa bilərik. Birinci gəlin baxaq BD-yə. Orta nöqtənin koordinatını tapmaq üçün x-ləri toplayıb yarı bölürdük. Amma burada bilmirik deyə, onda biz AC-yə baxaq da. AC-ni bilirik yaxı. Sonra BD-yə baxarıq. AC-də -1/2 müsbət 1 yarı böl 0,5. Sonra -2 üstəgəl 3 müsbət 1 yarı böl 0,5. Hər ikisi 0,5 oldu. Bəli. X-ləri topla yarı böl, Y-ləri topla yarı böl, C parçasının orta nöqtəsini tapdın. Bunu yəqin ki bilirdiniz. Ondan sonra gəlirik bu parçaya. Burada yenə O nöqtəsi orta nöqtədir. Çünki bu diaqonallar yarı bölünmüşdür axı burada. Belə də orta nöqtədir, belə də orta nöqtədir. Hər ikisi üçün. Onda biz artıq BD-yə baxsaq, -4 üzərinə gəl A bölünsün 2 bizə 2-də 1 verməlidir. 10/5 əvəzinə 2-də 1 yazıram, daha rahat görək. Bir də y-ləri toplayıb yarı böldüyün zaman da, yəni 6 üstəgəl B bölünsün 2. Bu da bizə orta nöqtənin y-ni verməlidir. Bu da 2-də 1 olsun. Onda buradan -4 üstəgəl A 1-ə bərabər olmalıdır. -4 üstəgəl A bərabər 1-dən A bərabər 5 tapıldı. Bunu tapdıq. Buradan da sürətlər yenə bərabər olmalıdır. 6 üstəgəl B bərabər 1, B bərabər -5. İndi deyirik ki, A üstəgəl B-ni tapın 0. Çünki A müsbət 5-dir, B -5-dir. Cəmdə olacaq 0. Gəldik bura. Deyirik ki, ABC üçbucağında BD tənböləndir, DY AB-yə paraleldir. Burada həm oxşarlıq, daha doğrusu Fales teoremi var. Həm Fales teoremi, həm də nə var? Tənbölənlik xassəsi var. Bizə burada BY-ni 3 veriblər, YS-ni 6 veriblər. Fales teoremi bizə deyirdi ki, bir bucağın tərəflərini biz paralel xəttlərlə kəssək, bir tərəfdə hansı nisbətdə parçalar alınırsa, digər tərəfdə də həmin nisbətdə parçalar alınır. Məsələn, burada ki 3 bura 9-dursa, bura bizə 4 verilsə, 3, 9, 1-in 3 olduğu üçün, yəni 3-ü 3-ə vurmuşsansa, 4 də 3-ə vurub, bura 12 deyərsən. Eyni nisbətdə bölünməlidir. Yenə burada Fales teoreminə görə baxsaq, belə paralel xəttlər var. 2-nin 1-ə bölünmə yoxdurmu? Onda məsələn, mən bura x desəm, bura 2x olar. Çünki niyə? 6-nın 3-ə nisbət 2-dir, onda 2x-in x-ə demək olar, düzdür. Digər tərəfdən burada başqa bir tənbölən var. Artıq bunu sildim. Bu məlumat bizə kifayət elədi. İndi burada bir tənbölən var. Bu tənbölən bura çəkilib, düzdürmü? Bəli. İndi bu tənbölən nə iş görür? Nisbət yaradır. Nə ilə arasında? Bu tərəflərlə bu böldüyü hissələr arasında nisbət yaradır. İndi burada AB yoxdur deyə mən gəlin nə yazım bura uşaqlar? Bura yazım elə AB. Bura bizdə AB parçasıdır. Elə deyil. Yazıram burada AB bölünsün x deyək məsələn. Yaxud belə deyə bilərsiniz.
AB bölünsün BC tərəfi, yəni 9 bərabər AB ilə qalan bu parça x bölünsün 2. Yəni AB-yə uyğun parça, BC-yə uyğun parça. Tənbölən 2 yerə bölür. Biri AB-yə uyğundur, biri BC-yə uyğundur deyirik. Buradan x-lər çox gözəl şəkildə x-lərə qədər çarpaz vuracağıq demək istedim. İkisi birləşdi. 2AB bərabər 9, AB bərabər 9-u 2-yə bölsən 4 onda 5. Doğru cavabımız A variantı. Gözəl sualdır. Məsələn, bu çətin deyə bilərik buna. Bu hamının ağlına gəlməz. Hələ ki çox çətin bir sual görmüşükmü? Xeyr. Yeni sual, məsələn, 33 deyə bilərik. 34 görək nədir? Deyir ki, 2 sinus kvadrat x bölünsün 2 bərabər 1. Burada uşaqlar nə edə bilərik? Dərəcə azaltma eləyə bilərik. Nə idi dərəcə azaltma? 1 çıxılsın kosinus x bölünsün 2. Bu düsturu yəqin bilirsiniz. Bərabərdir 1. 2-lər getdiyi zaman 1 çıxılsın kosinus x bərabər 1. Onda kosinus x nə olmadı? Bunlar islah getsə 0 olmadı. Çünki 1-dən 0 çıxsan 1 alarsan. Kosinus nə zaman 0 olurdu? 90 və üzərinə pi k-lar gəldiyimiz zaman burada təbii ki k tam ədəddir. Pi bölü 2 üzərinə gəl. Pi k, 2 pi k yox, pi k. Bu önəmlidir, xüsusi hallardan biridir bu. Bu görək nədir? Deyir ABC düzbucaqlı üçbucağında ASB 90 dərəcə. Yəni C bucağı 90, düz bucaq buradadır. Sonra B bucağı 40 dərəcədir. İndi burada bir məsələ var ki, CE mediandır. CE mediandırsa uşaqlar, möhtəşəm üçlünü göydə bilmək lazımdır. Çünki həqiqətən möhtəşəm üçlü çox istifadə olunur və uşaqlar çox zaman bilmir ki, bu harda istifadə olunur, necə olur. Düzbucaqlı üçbucaqda hipotenuza median çəkilibsə bitdi. Median hipotenuza təbii ki, yarı böləcək, medianın işi budur. Amma düzbucaqlı üçbucaqda fərqli olaraq həm də median özü də həmin böldüyü parçalara bərabər olacaq. Buna biz möhtəşəm üçlü deyirik. Çox da sadə bir ispat var. Buradan belə bir orta xətt çəkib ispat edirik. İndi buradan B bucağı 40 dərəcə, bura oldu mu 50 dərəcə sizə? 50, 40, 90. Burada problem yoxdur. Burada 40 dərəcə oldu mu? Oldu. Çünki niyə? CM ilə MB bərabərdir. Axı bu deməli bərabər yanı üçbucaq imiş. Burada bizim üçbucağımız üçün xarici bucaqdır. Bu CMB bucağının xarici bucağı budur. Hər hansı bir xarici bucaq özünə qonşu olmayan ki, daxili bucağın cəmi olduğu üçün bura 80 dərəcə. O da bizdən AMC-ni soruşur 80. Heç burada 50-ni və s. tapmağa ehtiyac olmadı. Sonra bu funksiyasının qrafiki hansı ola bilər? Baxaq. İlk olaraq bu bir üstü funksiyadır. Biz bilirik ki, üstü funksiyanın qrafiki iki halda verilirdi. Məsələn, a üstü x. Bir belə düşünək. 2-də 1 üstü x deyək. Bir də 2 üstü x deyək. 2-də 1 üstü x bilirsiniz ki, nədir? Azalan funksiyadır. Nə qədər x-i artırsanız funksiya o qədər azalır. Məsələn, 2-də 1 üstü 1, 2-də 1-dir, 2-də 1 üstü 2, 4-də 1-dir. Sonra 3 versən 8-də 1, 16-da 1, yavaş-yavaş 0-a yaxınlaşır. Bu getdikcə azalır. Və burada bir özəlliyi nədir? Biz x-ə 0 verdiyimiz zaman 1 alırıq. X-ə 0 versən 2-də 1 0, 1-dir. Deməli 0 1-dən keçir. Və getdikcə də azaldığı üçün belə bir qrafik çəkirik. Bu olur 2-də 1 üstü x-in. Yəni ümumiyyətlə əsası 0 ilə 1 arasında olan funksiyaların qrafiki belə olur. A üstü x üçün A əgər ümumi halı budur. A əgər 0 ilə 1 arasında olarsa qrafiki bu cürdür. İndi bir də A 1-dən böyük ola bilər. Əsası 1-dən böyük olduğu zaman burada 2 üstü x. Bu yenə də 0 verdiyin zaman 1 alır. X-ə 0 versən 2 üstü 0 1-dir. Deməli 0 1-dən keçər. Amma əlavə olaraq bu getdikcə artır. Məsələn x-ə 2 verdiyin zaman 4 oldu. 3 verdiyin zaman 8, 16 və s. və axır artır. Bunun da qrafiki belə olur. Belə gedir. Bu da olsun 2 üstü x. Bu da təbii ki, ümumi halda A 1-dən böyük olduğu zaman belə olur. İndi bizim əsasımız fikir verin 1-dən böyükdür. Çünki kökdə 3, 1 tam nə qədərdir? O da 1, 2 tam nə qədərdir əsasımız? Onda 2 üstü x-in qrafiki kimi olmalıdır. Doğru cavabımız B variantı. Bu getdi. Buna işimiz yoxdur. Birinci, burada nələr çıxarıla bilər? Məsələn, mən S-ni və Y-ni atardım. Hətta A-nı da atardım. Uzağı B və D arasında qala bilərdiniz. Deyə bilərsiniz, müəllim, niyə? Ona görə ki, mənim əzizlərim, üslü bir ifadənin cavabı mənfi ola bilməz. Məsələn, bu ifadədə x-ə nə verəcəksən ki, cavab mənfi olsun? Uzağı məxrəcə düşəcək. Mənfi qiymət versən x-ə, ifadə düşdü məxrəcə. Amma heç vaxt mənfi olmayacaq. Çünki A üstü x-in qiymətlər çoxluğu nədir? 0 müsbət sonsuzluq. 0 da ola bilməz. 0-dan böyük qiymətlər ola bilər, amma 0-dan kiçik ola bilməz. Məsələn, bu necə mənfi 4 olsun? Yaxşı, 2 üstü x-ə gəl, x-ə qiymətlər onu mənfi 4 elə. Eləyə bilməzsən. Mümkün deyil. Ona görə burada fikir verin, mənfi qiymətlər var.
x oxundan aşağı düşübsə qrafik, deməli qrafik, yəni funksiyanın qiymətləri mənfi olub. S ola bilməz, Y ola bilməz. A-da isə 0 verəndə 0 alıb. Yəni A-da funksiya 0-a bərabər ola bilib. Bizim də funksiyamız üstü funksiya 0-a bərabər ola bilmədiyi üçün B və D arasında qalacaqdınız. Bu artan olduğu üçün getdikcə B variantı deyəcəksiniz. Hətta D-də bu gəlib toxunub bura, toxuna da bilməz, o da ayrı məsələ. Təsadüfən yəqin ki. 37-yə baxaq. Bizə deyir ki, x 1-dən kiçik olduqda bunu tapın. Baxaq. Mən görünürəmmi görəsən? Hər şey haladır. X kvadrat çıxılsın, x çıxılsın 1. Buradakı ifadə uşaqlar, x çıxılsın 2-nin xaricdən kvadratı olur. Ən azından x çıx 1, x çıx 2, x çıx 3, x çıx 4-ün, hətta 5-i də bilsəz yaxşıdır, 5, 6, 7. Bunları tam kvadratın bilmək lazımdır. Baxan kimi görməlisən ki, bu x çıxılsın 2-nin kvadratıdır. Çünki bu çox istifadə olunur da. Baxanda görməlisən. Əgər bir şagird bunu baxıb görmürsə, problem böyükdür. Bunu görməlisən. Kvadratla kök getdi, modulda qaldı. Yəni bunu özünüz üçün yaza bilərsiniz. Hamısını yazın bir dəfə, sonra yadda qalacaq. Məsələn, x çıx 3-ü bilməyənlər üçün deyirəm. Yüksəldən kvadrata görün nə alınır. 4-ü, 5-i, 6-nı belə yazın, öyrənin. Öyrənin də yazanda sonra yadda qalacaq. İndi bizə deyir ki, x-imiz 1-dən kiçikdir. Əgər x 1-dən kiçiksə uşaqlar, x çıxılsın ki, necə bir ifadə? Mənfi bir ifadədir. Çünki niyə? X-ə 1-dən kiçik qiymət. Məsələn, 0.5 versən cavab mənfi. 0 versən cavab mənfi. 1 verə bilməzsən. Mənfi 1 versən cavab mənfi. Hər bir halda cavab mənfidir. Modul daxili ifadə mənfi olduğu zaman əksini açırdıq bunu. Çünki niyə? Biz moduldan olduğu kimi çıxarsaq, deməli modulda mənfi çıxarmış olduq. Axı içəri mənfi idi. Əksini çıxartdığın zaman isə müsbət çıxarmış olduq. Deməli, x kvadrat çıxılsın, x üzərinə gəl 1, 2 çıxılsın, x. Ondan sonra burada nə oldu? X kvadrat çıxılsın, 2x, üzərinə gəl 3 alındı. İndi biz də bunu gərək sadələşdirək. Sanki yaxşı alınmadı. 2 çıx x, burada çıxılsın 1 var. Deyirəm, nəsə düz gəlmədi. Belə olmamalıydı. Bu gərək tam kvadrat olsun. 2 çıx 1, cavab 1, bəli. Bu da oldu bizdə. X çıxılsın 1-in xaricdən kvadratı. Kvadratla kök getdi, alındı. Modulda x çıxılsın 1. Biz də bilirik ki, x-imiz 1-dən kiçikdir. Onda yenə bura mənfidir. Əksinə açacağıq. Bu da oldu A variantı. Məsələn, hansı cavabları silmək olardı? Sizə deyim. Baxın, bunun cavabı necə bir cavab olmalıdır? Müsbət olmalıdır müəllim. Çünki içəridəki ifadənin cavabı, həm içəridəki ifadə, həm də bu ifadənin cavabı mənfi ola bilməz. Cüt dərəcədən kökün altında cavab mənfi çıxmaz. Amma fikir verin, x 1-dən kiçik olduğu zaman bu necə bir ifadədir? Mənfidir. Olmaz. Bu nədir? X axı 1-dən kiçik, məsələn 0.5. 2 çıxdı, mənfi oldu. Bunlar getdi. Buzağı bu üçü arasında qala bilərdiniz. B və S yazanlar avtomatik səhv elədi. Ən azından bu belə ipuclarını bilmək lazımdır. Deyir, əkob AB-ni tapın. Biz gəlin baxaq uşaqlar. Əkоб AB-ni tapmaq üçün nə edirdik? Birinin bütün vuruqlarını götürürdük və digərində çatışmayanları əlavə eləyirdik. 2 vurulsun 3-ün kvadratı. Çünki əkоб AB nədir? Hər ikisinin ən kiçik ortaq bölünənidir. Onda məsələn bunu götürək. Burada 2 üstü 2, vur 3, vur 5 üstü. Bunu götürdüm. Burada əlavə nə var? 2 yoxdur, bir dənə 3 var əlavə. Onu da götürdüm. Fikir verin. Birinci ifadədə 2 ons da çoxdur. 5 var, orada 5 ons da yoxdur. Yalnız 3 məndə bir dənə, onda 2 dənə olduğu üçün onu da götürdüm. Bəzən deyir ki, məsələn, əkоб egoistdir, hər şey istəyir özündə olsun və s. Ola bilər. 2 üstü 2 vur, 5 üstü 2 vur, 3 üstü 2. 2 üstü 2 4'dür. 5 üstü 2 25'dir. 3 üstü 2 9'dur. Vurdum 100, vurdum 9'a 900. Çətindirmi? Xeyr. Davam edək. 39. Bu bərabərsizliyini ödəyən tam ədədlərindir cəmini tapın. Deməli uşaqlar, biz burada, məsələn, mən həmişə deyirəm uşaqlara ki, biz bunu belə sevmirik də. X çıx 3 problem deyil, qalsın. Amma 9 çıx x bizim sevmədiyimiz bir ifadədir. Biz onu necə görmək istəyirik? X çıx 9 kimi görmək istəyirik. Çünki yoxsa intervallar üçün də uşaqlar plus minus plus yazır, səhv edir. Ona görə hər tərəfi mənfiyə vurdum. Vurdum. Mənfi biri bura vurduğum zaman oldu x çıxılsın 9. X çıxılsın 3 var burada. İşarə dəyişdi. Sağ tərəf 0 onsuz. Mənfi 1-i 0-a vuranda işte dəyişmədi. Ondan sonra bunu qeyd edirəm. Yuxarını 0-a çevirən qiymət 9-dur. 9 daxildir. Aşağını 0-a çevirən qiymət 3-dür. 3 daxil deyil. İntervallar üsulunda bir incəlik o idi ki, məxrəc 0 ola bilmir deyə məxrəcdəki ifadəni heç vaxt daxil edə bilməzsən. Burada daxil verilsə belə olmaz. Sonra plus minus plus deyəcək. Bizdən istəyir kiçik bərabər 0, buranı istəyir. Bu da əslində uşaqlar 3 ilə 9 arasındadır.
Unutmayaq ki 9 daxildir. Çünki 9-u yerinə qoyduğun zaman cavab 0 olur. Amma 3-ü yerinə qoyduğun zaman 6-nı 0-a bölmüş olursan belə bir şey yoxdur. Burada 4 var, 5 var, 6 var, 7 var, 8 var, 9 var. Nə qədər qiymət varmış. Bu ikisinin cəmi 10 oldu. Bu ikisinin cəmi 15 oldu. Bu da 5, 20 oldu. Bir də 9. Cavabımız 39. 40-cı suala baxalım. Deyir ki, bu trapesiyasının belə eləyək. AB 5-dir. Bura 4 kökdür ki, bizə burada bir bucaq verir. Bu bucağı istifadə etmək lazımdır uşaqlar. Bir hündürlüyə endirir. Ümumiyyətlə, ixtiyari trapesiya suallarında biz əsasən nə edirik? Poliqram və 3 bucağı ayırırıq. Bəzən 3 bucaq yaradırıq. Amma burada bucaq verilib də hündürlüyə endirmə ağlıma gəldi. Əsasən bərabər yanı və düz bucaqlı trapesiya suallarında hündürlüyə endirməklə misalı çox asanlıqla yazmaq olur. Baxın, bura 45, bura 90, burada qaldı mı? 45 qaldı. Deməli, burada bir bərabər yanı düz bucaqlı 3 bucaq görürəm. Hipotenuz 4 kökdə 2 isə katetlərimiz 4, 4 oldu. Bunu bilirsiniz. A kökdə 2. Ondan sonra bizim bu hündürlüyümüz də nə olmalıdır uşaqlar? Təzədən 4 olmalı. Çünki trapesiyanın hündürlüyü yeganədə də dəyişməyəcək. Deyir, AD oturacağının uzunluğunu tapın. İndi biz deməli nə görürük burada? Əlavə bir məlumatımız varmı? BS 3 idi. Bura 4. Burada 3'dür. Çünki niyə? Bura fikir verin. 4, 3, 5. 3, 4, 5 uşağı. Bu 3 də gəldi aşağı düşdü. Artıq buranı görürəm. 3 üstə gəl, 3 üstə gəl, 4. Bu da oldu 10. Belə deyil mi? Bəli. Məsələ bitdi. Bu bir sadə hədiyyə sualdır. Birincidən x kvadratı ortaq çıxarsaq, qalacaq x üstə gəl, y. İkincidən də mənfini ortaq çıxarsaq, qalacaq x üstə gəl, y. Məxrəc hələ ki qalsın. Yoxsa yazın bura məxrəc. Yazıq. Yuxarıdan x üstə gəl, y ortaq çıxartdığımız zaman nə qalır? X kvadrat çıxılsın 1 qalır. Burada x kvadrat, burada isə 1 qaldı. Məxrəcdə x-i ortaq çıxartdığımız zaman x kvadrat çıx 1 qalır. Bunlar getsə, yuxarıda x üstə gəl, y aşağıda x. D variantı. Çətin deyilmiş bu da. Baxaq 42-yə. Deyir ki, kvadrat tənliyinin köklərindən biri m olarsa, tənliyin kiçik kökünü tapın. Ümumiyyətlə, uşaqlar, həmişə deyirəm ki, bizə tənliyin köklərindən birini veribsə, onu istifadə eləmək lazımdır. Gətir, m-i yerinə qoy, gör nə alınır. Çünki kökü sənə boşuna verməyib. Biz də gəlin yerinə yazaq. M kvadrat çıxılsın, m üstə gəl 5. X-in yerinə m yazdım. Vurulsun, m üzərinə gəl 5. Bərabər 0. M kvadrat çıx, m kvadrat çıx, m üstə gəl 5 bərabər 0. Bunu vurub açdıq. Sonra bunu atdıq. Burada m-i sağa atanda 5 bərabər m oldu. M-i tapdıq 5. M əgər 5-dirsə, bizim ifadəmiz artıq tapıla bilər. M-in yerinə 5 yaz. 6x üzərinə gəl 5 bərabər 0. Vuranda 5, toplayanda 6, 1 və 5-dir. Kiçik kökümüzdə 1 oldu. Məsələ bitdi. Gəldi 43-ə. İfadəsinin qiymətini tapın. Deməli, burada uşaqlar 1 bölünsün. Bu 9'da 2 demək deyilmi? Dövrü kəsirdir. Bunu çevirirdik. Bu cür. Burada isə 9'da 5'dir. Bunu bilirsiniz. Təzədən burada 9'da 7 var. Yenə çox belə çətin bir sual deyil. Bu 2'də 9, bu isə 5'də 9'dur. Bunu da vurma eləyirəm 7'də 9. Yəni bölməni nə edim? Çevirdim tərsinə vurma elədim. Ondan sonra burada biz orta məxrəcimiz 10 olur. Bunu vuracağım 5'ə, bunu vuracağım 2'yə. Deməli oldu 45, o da 18. 50, 63. Vurulsun 9 böl 7. 63 ilə 7 gəlsə 9 qalar. 9 da 9, 81 böl 10, 8, 10'da 1. Doğru cavabımız D variantı oldu. Gəldi 44'ə. 45 qəşəng suala oxşur. 45 əslində asan sualdır uşaqlar. Amma çox zaman uşaqlar bunu yaddan çıxarır. Bunu biz çoxluq bölməsinə keçirik. Həm də birləşmələrdə keçirik əlavə olaraq. Tangens 60 dərəcədə kökdə 3 alır. Böl sinus 20 dərəcə. Burada köməkçi bucaq daxil edəcəyik, deyil mi? Bərabərdir. Ortaq məxrəcimiz sinus 20 dərəcə. Vurulsun kosinus 20 dərəcə. Burada işimiz asandır. Hamımız eyni işi eləyərdik. Bunu vuracağıq kosinus 20 dərəcə. Bunu vuracağıq sinus 20 dərəcə. Kök 3 vurulsun kosinus 20 çıxılsın sinus 20. Burada problem yoxdur.
İndi biz nə edəyik uşaqlar? Biz kökdə 3-dən düstur yaxşı alınmayacaq. Biz yuxarını 2-yə bölək, aşağını da 2-yə vursaq qəşəng alınacaq. Onda gəlin nə edəyik? Birinci uşaqlar, yuxarını 2-yə bölürəm. Birinci məsələmiz budur. 2-yə bölürəm, 2-yə vururam. Niyə 2-yə bölürsünüz desəz? Baxın, belə bir ifadədə a sinus x üzərinə gəl b kosinus x ya da çıxılsın x. Biz burada maraqlı bir ifadə almaq üçün nə edirdik? Kök altında a-nın kvadratı üzərinə gəl, kök altında b-nin kvadratı, bunu bölürdük hər ikisini. Bu olurdu köməkçi bucaq daxil etmək. Ondan sonra da biz nəyi tapırdıq orada? Bizə yaxşı bir bucaq verirdi. Məsələn, burada kök altında fikir verin nə var? Kökdə 3 var. Kvadratı 3-dür. Bunun əmsalı mənfi 1-dir. Kvadratı oldu 1. 2 alındı buradan. Deməli 2-yə bölmək lazımdır. Kökdə 3 bölü 2 kosinus 20 dərəcə. Burada isə yenə 1 idi, böldüm 2-yə. 2-də 1 sinus 20 dərəcə. Özümüzdən nə elədik? 2-yə bölük. Təzədən 2-yə vurmalıyıq təbii ki. Aşağıda isə 2-yə vuracam. Desəz niyə? Çünki düstur alınsın. 2-yə vura bilərəmmi özümdən? Xeyr. Onda 2-yə bölsəm bəs problem yoxdur. Yuxarını da aşağını da 2-yə vurdum, 2-yə böldüm. Biraz da sadələşdirək. Yuxarıda aldıq nəyi? Kökdə 3 bölünsün 2. Məsələn, mən getmək istəyirəm sinus düsturu ilə. Ona görə bunu yazıram sinusla. Bu sinus 60 dərəcədir bizim üçün. Oldu sinus 60. Vurulsun kosinus 20 dərəcədə deyilmi? Çıxılsın. 2-də 1 isə, burada sinus var, kosinusla yazarım. Bu da kosinus 60 dərəcədir. Kosinus 60 dərəcə vurulsun sinus 20 dərəcə. Aşağıda isə 2-də 1 qaldı burada. Bu bizə nəyə verdi uşaqlar? Sinus 40 dərəcəni verdi. Əla. Birinci 2-də 1 qalsın yerində. Sinus 40 dərəcə qalsın yerində. Yuxarıda 2 vurulsun. Bu bizdə düsturdur. Sinus alfa kosinus beta çıxılsın. Kosinus alfa sinus beta. Bu sinus alfa çıx betanın düsturudur. Yəni sinus 60 çıxılsın 20. Bu da sinus 40 dərəcə demək deyilmi? Bəli. 2-də 1 qalxdı yuxarı. 2 kimi vuruldu 2-yə 4 oldu. Çünki məxrəci sürətə qalxır. 2 dəfə 2 4. Doğru cavabımız burada nə oldu? 4 oldu. Məsələ bitmişdir. Çox yaxın elə əyləşdim. Biraz belə əyləşim. Əlimi qoyum stola heç olmaz. Xəttim də qoy yaxşı alınsın da. Elə deyilmi? Sonra oxuya bilmirsiniz. Deyir ki, bu çoxluğunun 2 elementli alt çoxluğu. 2 elementli alt çoxluğu kombinezonla tapırıq. Bizdə neçə element var? 1, 2, 3, 4, 5, 6. Bu altısından ikisini seçirəm. Bunun bəs həlli necə idi? Asan yolu. Burada 2 varsa, 1-dən həmin rəqəmə qədər, həmin ədədə qədər fərq eləməz hasil yazdım. Yuxarıda isə 6-dan başlayıram. Buradakı say qədər azalda gəlirəm. Məsələn, 2 ədəd varsa, 6 vur 5 bitdi. Yuxarıda 2 ədəd yazdım. Bu bunun asan hesablama qaydasıdır. 6 ilə 2 getdi, 3 qaldı. Bu oldu 15. Bu 1. Bir də kombinezon 6-dan 3. Burada isə yuxarıda, aşağıda yəni 1 vur, 2 vur, 3, 3-ə qədər hasil yazdım. Yuxarıda isə 6 yazıldığı üçün altdan başlayıram. 3 dənə ədəd yazıram. 6 vur, 5 vur, 4. 2 vur 3, 6-dır. 5 dəfə 4 də 20 oldu. Deyir ki, neçə faizdir? Yəni deyir ki, 15 20-nin neçə faizdir? Biz də bunu 100%-ə vurarıq. Onsuz da bunlar getdiyi zaman 5 qalır. 5 dəfə 15 75%. Həm də uşaqlar 20-də 15 4-də 3 deməkdir. 4-də 3 də 75% deməkdir bizim üçün faiz olaraq. Yaxşıdır mən şey görəsən. Yaxşı olar yəqin ki görək. Biz deməli 45-deyik. Davam edək. 46. Çətin suala oxşamır. Gəldik 46-ya. 46-da uşaqlar, ümumiyyətlə biz bilirik ki, bir dörd bucaqlı çevrənin daxilində çəkilibsə, onun qarşı bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Səbəbi nə idi? Məsələn, bura 85 isə bunun söykəndiyi qös nə qədər olacaq? 2 dəfə 85, yəni 170. Nə qaldı o tərəfə? 360 çıxılsın 170. Deməli 180, 190 mı qaldı? 190 qaldı. İndi bu da 190-a söykəndiyi üçün bu bucaq. 190-ın yarısı, yəni neçə olur? 50, 45, 95 dərəcə. Elə deyə bilər də cəmi 180 dərəcə olsun. Çünki hər ikisini yarı bölürsən axırda. 360-ın ümumilikdə yarısı olur. Ona görə bu qədər uzatmadan, bu onun isbatı dəstində. Uzatmadan nə deyə bilərəm? Bura baxaram. 65 isə 180 çıx 65, 125 mi olur? 115 mi olur? 115 dərəcə. Bəli. İndi bizə deyir ki, A çıxılsın D. A bizdə 115-dir, D bizdə 95-dir. Çıxsaq nə olacaq? 20 dərəcə olacaq. Bu qədər sadə.
Məsələ bitdi. Orada qalan bucağa görə də baxa bilərdik. Əslində uşaqlar burada fikir verin. Bu ikisi arasında fərq 20 olduğu üçün o ikisi arasında fərq 20 olmalıdır. Niyə? Çünki qarşı-qarşıya cəmləyirsən və cəm sabit 180 dərəcə olduğu üçün bu 20 dərəcə artdığı zaman onun qarşısı 20 dərəcə azalır. Ona görə bu qədər uzatmadan birbaşa 20 dərəcə demək olardı. Biraz geç fikirləşdik. Bunun eybi yox, ola bilər. 47-yə baxaq. Bizə deyir ki, bu tənliyini həll eləyin. Burada uşaqlar nə edə bilərik? Birinci loqaritma kökdə 2-ni 2 üstü 2-də 1 yazaram. Burada x. Burada loqaritma 2 əsasdan x. Üzərinə gəl 2 loqaritma 4-ü yazaram 2 üstü 2 əsasdan x. 32. Birinci 2-də 1 qarşıya gəlir, tərsinə çevrilir. Olur 2 dənə. Çünki niyə? Bunu atırsınız qarşıya məxrəc kimi. Bu cür. Burada olur loqaritma 2 əsasdan x. Üzərinə gəl loqaritma 2 əsasdan x. Üzərinə gəl. Burada isə 2 yenə məxrəcə gəldi. Loqaritma 2 əsasdan x bərabər 32. Bu bizə verdi 2-ni. Birbaşa yazın mı buradan? Burada yazın. 2 loqaritma 2 əsasdan x. Yəni məxrəcə qalxdı sürətə. Burada problem yoxdur. Loqaritma 2 əsasdan x. Burada isə 2 ilə 2-də 1 getdi. Odur loqaritma 2 əsasdan x bərabər 32. 2 dənə, 1 dənə, 1 dənə, 4 dənə loqaritma 2 əsasdan x bərabər 32. Onda buradan hər tərəfi 4-ə bölsəm, loqaritma 2 əsasdan 2 8. X də bərabər 2 üstü 8, yəni 256 mı oldu? Bəli. Növbəti suala baxaq. Burada önəmli bir nüans, tərəflərin uzunluqları tam ədədlərdir. Məsələn, bura bir x deyim. Bu tərəfə bir y deyək. Sonra bura nə olacaq? Bunu belə elətirsən aşağı. Burada x olacaq. Sonra məsələn bura y deyək. Bunu buradan silim. 2 yerə böldüm sanki. Bura məsələn olsun bir f. Bf x olsun, f isə y olsun. Onda bura x üstə gəl y oldu. Çünki niyə? Bu kvadrat dağı tərəflər bərabərdir. Bunu burada qeyd elədim. Məsələn burada y isə burada y-dir. Burada y-dir, burada y-dir. Burada kvadrat oldu, burada x oldu. Onda biz əvvəlcə bunun sahəsini tapaq. Bunun sahəsini tapsaq nə olacaq? X üstə gəl y vurulsun x. Üzərinə gəl. İndi buranın sahəsini tapaq. Yəni NFKS, NFSK. Onun da sahəsi olacaq y vurulsun x. Bərabər imiş cəm 23-ə. Bunu açsaq x kvadrat üzərinə gəl xy üzərinə gəl xy bərabər 23. X kvadrat üzərinə gəl 2 dənə xy bərabər 23. Sonra x-i ortaq çıxarsaq x üstə gəl 2y bərabər 23. Axı bizə demişdi, tərəflərin uzunluqları tam ədədlərdir. Burada tam demək natural deməkdir əslində. Çünki onsuz da mənfi olmayacağına görə naturaldır yəni. Biz də baxırıq ki, 23-ü almaq üçün nə edə bilərik? 1-i 23-ə vura bilərik, yaxud da 23-ü 1-ə vura bilərik. Çünki 23 sadədir. Təbii ki, 23 vur 1, x-ə 23 deməzsən, x-ə 23 desən, bu 23-dən daha böyük olmalıdır. Çünki toplayırsan bunların iki dənə tərəfi. İki müsbət ədəd toplansa daha da böyük olmalıdır. Ona görə bura 1, bura 23 deyirəm. İndi x üstə gəl 2y əgər 23-dürsə və x də 1-dirsə, onda 1-i sağa atanda 2y bərabər 22, y 11 olur. Y-imiz 11, x-imiz də 1. Nə istəyir bizdən? MNKD-nin perimetrini tapın. MNKD-nin də bütün tərəfləri y-dir uşaqlar. 4 dənə y var bunun. Yəni 4 dəfə 11. Cavabımız 44. Qəşəng bir sualdır. Növbəti sualımız var. Bunlar ətraflı suallardır artıq. 51. 7 ətraflı sualımız var. Bayram üçün hazırlanmış hədiyyə qutularının 5-də 2 hissəsi hər gün 40 qutu, qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Maraqlı suala oxşuyur. Biz belə eləyək. 5-də 2 yazmaqdansa mən 5x yazmaq istəyirəm. Bizdə ümumi 5x qutu olsun. Bunun 5-də 2 hissəsi 2x-dir. Qalanı da 5-də 3 hissəsi olacaq 3x-dir. Hər gün 40 qutu satılır. Qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Məsələn, bunu A günə satsaq, bu nə olacaq? 44 çıxılsın A günə. Belə deyil. Ümumi 44 gün olduğu üçün böldüm bunu 2 yerə. İndi burada ümumi satılan qutu sayı nə olacaq? 2x vurulsun A. Bu bizə verilib 40.
Yox, üzr istəyirəm, düz yazmadım. Deməli, bu ümumi qutu sayıdır. Ümumi 2x-dir. Qutu sayı 2x-dir. A gün, hər gündə 40 qutu satırsan. Onda A vurulsun 40. Bu bizə verdi 2x. Digər tərəfdən, ümumi qutu sayı 3x-dir. Hər gün 50 qutu satırsan, 44 gün idi. A-nı ayırdım, 44 çıx A qaldı. İndi də 44 çıx A gün, hər gün 50 qutu satdı. Bu da bizə 3x verdi. Məsələ bitdi artıq. Buradan cavab alacağıq. Buradan uşaqlar tərəf-tərəfə bölsək bunları, nə olacaq? A vur 40 bölünsün, 44 çıx A vur 50 bərabər. X-lər islah gedər, 2 bölünsün, 3 qalar. Burada sıfırlar getdi, çarpaz vuraq. 3 dəfə 4A, 12A bərabər. 2-ni də bura vuranda, 2-ni 5-ə vursam 10 vurulsun 44 çıx A. 2-ni bura vuranda 5-ə vurdum. Aha, ondan sonra nə edəcək? Bir dəfə də x-lər aparaq 2-yə. 6A bərabər 5 vurulsun 44 çıx. Buradan cavab əslində hazırdır. Özüm biraz belə istəyirəm. Daha aydın yazaq. Çıxılsın 5A. 5A-nı sola at. 11A bərabər 220. A bərabər 20. Bəli. A 20 oldu. Bizdən də nəyi soruşurdu? Qutuların ümumi sayını soruşurdu. Bizdə bu gün idi. Buna əlaqəsi yoxdur. Biz A-nı 20 tapdıq. Baxın, bu bərabərlikdən A-nı 20 tapmısansa, olacaq 20 vur 40 bərabər 2x. Hər tərəfi 2-yə bölsək 10 oldu. X bərabər 400 oldu. Cavab 400-dürmü? Xeyr. Hədiyyə üçün 5x qutu hazırlanıb. 5 vur 400. Yəni 2000 bizdə qutu olacaq. Bunu qarışdırmaq olmaz. Biz x-i tapdıq sadəcə. X-i tapdıq, bizə ümumi deyirdi. Baxaq 50-yə. Görə 50-də nə var? Bizə bir romb verib. Bu romb bərabər olsun tərəfləri. Deyir ki, AM MB-yə bərabərdir. Bura M-dir. Bu parça ilə bu parça bərabərdir. Sonra bunu bura birləşdirib. Buna belə perpendikular endirib aşağı. Deyir N-də 6-dır. AN 2-dir. Onda bura nə oldu? 8 oldu. Çünki rombda axı. Onda bura nə oldu? 4. Bura 4 oldu. Bax, bunu istifadə eləməlisən. Yoxsa rombu sənə boşuna verməyib. Əgər rombun burada bir özəlliyi olmasa, parallelogram deyərdi. Nəsə bir özəlliyi var. İndi bizə deyir ki, nəyi tap? SN parçasının uzunluğunu tap. Burada bir düzbucaqlı üçbucaq gördüm. Bir kedi gördüm sanki. Və burada katet hipotenuzun yarısıdır. Onda 2-yə baxan bucaq 30 dərəcə olmalıdır. Çünki 30, 60, 93 bucağında 30-un qarşısı 90-ın qarşısının yarısı olurdu. Ora 30 olduqdan sonra A bucağı nə oldu? 30, 90, müəllim bura 60 oldu. Onda B bucağı nə oldu? 120 oldu. Çünki niyə? Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olmalıdır. Bitdi də bu üçgədən kosinuslar terimi yaz geçsin. Elə deyil mi? X-in kvadratı bərabərdir bunların kvadratları. Çıxılsın 2 vurulsun bu tərəflər. Bir də arda qalan bucağın kosinusu. Kosinus 120 dərəcə. Biz də bilirdik ki, kosinus 120 dərəcə nəyə bərabərdir uşaqlar? Qonşunun əksinə, yəni mənfi kosinus 60-a. Kosinus, tangens, kotangens qonşu bucaqlarda əks qiymətlər alır, amma sinus qonşu bucaqlarda eyni qiymət alır. Sinus eyni qiymət alır, məsələn sinus 40 ilə sinus 140 eyni şeydir. Amma kosinus, tangens, kotangens əks qiymətlər alır. Biz də bilirik ki, 60 dərəcə 2-də 1 deməkdir, oldu mənfi 2-də 1. Onda məsələ hazırdır. Burada yazaq x kvadrat bərabərdir. 16 üstə 64, 80. 2 vurulsun, 4 vur, 8. Burada isə mənfi 2-də 1. Həmin mənfini atdım qarşıya. Buraya gəldi. 2-də 1 ilə bu getdi. 80, 32, 112. Sanki yaxşı alınmadı ha. Niyə elə oldu? X də bərabər kök altında 112. Bu 4-ə bölünürmü? Bölünər. 4 vurulsun. 2, 28 mi oldu? Hətta bu 16 vur 7 imiş. 16 vur 7. 4 kökdə 7. 70, 42, bəli. 4 kökdə 7 oldu. Məsələ bitdi. Gözəl bir sualdır. Gəldik növbəti 51-ə. Bərabərsizliklər sisteminin deyir, yeganə həlli olarsa, M çıx M fərqini tapın. Topluda buna aid suallar var, amma biraz başqa formada. Burada biraz çətinləşdiriblər.
Biz bilirdik ki x böyük bərabər 4 olsa, x kiçik bərabər 4 olsa bu nə deməkdir? Bu sənə deyir ki, 4 və 4-dən böyükləri götür. Aşağıdakı deyir ki, 4 və 4-dən kiçikləri götür. Sən də baxırsan ki, biri böyükləri, biri kiçikləri üst-üstə düşmür. Çünki sistem kəsişmə deməkdir. Onda yalnız bu sistemin cavabı nə olur? X bərabər 4. Yeganə qiymət nə zaman olar? Sağdakı ifadələr eyni olarsa. Böyükdür və kiçikdir üçün deyirəm. İndi burada m-i n-ə bərabər eləmirik təbii ki. Çünki x tək qalmıyor. Əvvəlcə x tək saxlamaq lazımdır. 2x böyük bərabər m çıxılsın 3. Burada isə 2x kiçik bərabər n çıxılsın 4. 2x-dən də yaza bilərsən. Bir də 2-yə bölməyinə ehtiyac yoxdur. Çünki soldakı ifadələr eyni olduğu üçün bunları bərabərləşdirə bilərsən. Yox müəllim, mən əmin ola bilmədim. 2-yə bölmək istəyirəm. Yaxşı, 2-yə bölək. Bir şey dəyişməyəcək. M çıx 3 bölü 2. Burada isə x kiçik bərabər n çıx 4 bölünsün 2. İndi bunları bərabərləşdirməyə inanırıqmı? Bəli, bayaq izah elədik. Onda m çıx 3 bölü 2 bərabər n çıx 4 bölünsün 2. Onsuz da 2-lər eyni olduğu üçün bayaq bunu deyirdim. Mənə inanmadın. M çıx 3 bərabər n çıx 4. N-i bura, 3-ü bura. Çünki m çıx n istəyirdi bizdən. M çıx n bərabər mənfi 1 mi oldu? Təəssüf ki. Niyə belə oldu? Bu üstəgəlmədir. Ədədlər, mən şübhələndim ki, niyə mənfi alındı? Bunu bura ataq mənfi. Baxım görürüm. N çıx 4. N üstəgəl 4 oldu. Bunu sola atsaq, m çıx n bərabər 7 mi oldu? Bəli, cavab 7. Çox da mənfi olmur deyə cavablar. Adam şübhələnir mənfi tapanda. Yaxşı ki, şübhələndim. Bunu bu üstə gəlməyim. Tələsməyin şəhərləri yazmağa əlim saf oldu. Gəldi 52-yə. Bitmədi bu suallar. 55-ə qədərdir. 52-yə baxaq. Maraqlı sual oxşur. Deyir ki, ABS bərabər tərəfli üçbucağının AB tərəfinə D nöqtəsində bu toxunub. Aha, Y isə 5-dir. B-yə 4-dür. Onda tərəflərimiz 9 oldu. Çünki bu bərabər tərəfdir. Bunu boşuna verməmişdi bizə. AD parçasının uzunluğunu tapın. Burada mən x desəm, bura olacaq 9 çıxılsın x. Bundan razıyıqmı? Bəli. Ondan sonra biz nə bilirik uşaqlar? 4 vurulsun, 4 üstəgəl 5. Bu nədir? Toxunan kəsən qaydası. Və burada BD toxunandır. Yəni bir çevrəyə bir BD toxunanı çəkilib. BD. Bir də burada kəsən çəkiblər. Toxunan kəsən. Biz də bilirik ki, toxunanın kvadratı və bu toxunandır. 9 çıx x-in kvadratı nəyə bərabərdir? Kəsənin xaricdə qalan hissəsi vurulsun ümumi kəsən. Burada problem yoxdur. Elə buradan da cavabı tapacağıq da. 16 üzərinə gəl 20 bərabər 81 çıx 18x üzərinə gəl x kvadrat. Əslində soldan sağdan kök ala bilərik, elə deyilmi? Niyə uzadırıq bu qədər? Bu 4 vur 9-da. Bu da 9 çıx x-in kvadratı. Mənfi qorxumuz da yoxdur. Kök alaq. Bu olacaq 2 vur 3 6 9 çıx x. Deməli 9 çıx x bərabər 6 ola bilər. X burada 3 tapılacaq. Mənfi 6 olsa nə olacaq? X gərək nə olsun? Müsbət 15 olsun. X də müsbət 15 ola bilməz. Çünki niyə? Ümumi 9-dur. Bura mənfi olacaq. 15 desən. İndi biz x-də 3 verdik onda. AD parçası bizdə 3 oldu. Məsələ bitdi. Hələ bu qədər imiş. 3 6. Yaxşı. 3 6. Bura 6 olduğu zaman həqiqətən də 4 vur 9 36 bəli düz dedik. Bu nədir? Deyir ki, funksiyasının qrafiki apsis oxunu A və B ordinat oxunu S nöqtəsində kəsir. Bunu gəlin əvvəlcə biz təsəvvür edək görə bu nə demək istəyir ümumiyyətlə. Belə bir parabolamız olsun və bu parabola iki yerdə deməli nəyi kəsir? X-i kəsir. Yəni məsələn belə gəldi, iki yerdə X-i kəsdi. X1, X2. Düzdürmü? Bir də S buradır. Bura A-dır, bura B-dir. Məsələn deyirəm, indi bu şərtdə uyğun olmaya bilər. Çünki A-nı müsbət verib, eyb yox. İki yerdə kəsdi. Ümumiyyətlə S nöqtəsi ordinat oxunu kəsdiyi üçün bunun apsisi nədir? Deməli, 0-dır. 0y. Bir oxu kəsdiyimiz zaman digər oxun qiyməti 0 olurdu. Onda məntiqi nə idi? Məsələn, da ki, belə bir funksiya düşün. Belə gəlsin. Burada bax, y-in qiyməti budur, x-in qiyməti budur. Bu nöqtədə y-in qiyməti budur, x-in qiyməti budur. Bu nöqtədə y-in qiyməti sola gəldin, 0-a gəldin, x-in qiyməti özü oldu. X elə buradır. Amma y 0-dır. Çünki niyə? Sola gəldiyin zaman 0-a gəlirsən. Eyni məntiqi burada kəsdiyi zaman yenə aşağı düşəndə bu dəfə də x 0 olur, y var. Ona görə biz əslində
S'nin apsisini bilirik. İlki bizə maraqlı deyil. Apsis 0'dır. İlki də bura olacaq. A açıq 4. Amma apsis istəyir. Bu 0 getdi. İndi biz bir də başa düşürük ki, x1 və x2 nədir? Bizim ifadəmizi sıfıra çevirən qiymətlərdir. Çünki x1 və x2 parabolanın sıfırları, yəni funksiyanın sıfırları, yaxud da funksiyanın kökləri adlanır. Yerinə qoyduğumuz zaman cavab sıfırdır. Bizə deyir ki, A məsələn, bu yenə biraz qəribə olacaq. 2 sıfırdır. Çünki solda olmamadığı müsbətdir. Deməli, 2 bunu sıfıra çevirir. Mən də x-in yerinə 2 yazdığım zaman bilməliyəm ki, fx bərabər 0. Çünki 2 0 demək nə deməkdir? X fx cütüdür bu. X fx. X 2'dir, fx 0'dır. Gətirib yerinə yazıram bunu. 2'ni yerinə yazaq, görək nə alırıq. 2'nin kvadratı a üstə gəl 1 vurulsun 2 üzərinə gəl a çıx 4 bərabər 0. 4 çıxılsın 2a çıxılsın 2 üzərinə gəl a çıx 4 bərabər 0. 4'lər getdi. Sonra nə qaldı? Mənfi a çıx 2 bərabər 0. A da buradan tapıldı mı bizə? Mənfi kimi oldu. A deməli mənfi 2 oldu. Hə? Diqqətlə baxaq. Mənfi 6. Ola bilər. Biraz qəribə andır. Deməli 4 çıxılsın 2a çıx 2 üzərinə gəl a. Bu a üstə gəlməkdir axı. Yox, çıxmaydı. Yox, düz demişik. Səhv yazmayayım. 4 a üstə gəl 1 vur 2 mənfi 2 mənfi 2a 4'lər getdi. A mənfi a a bərabər mənfi 2. Yaxşı. A mənfi 2'dir. Tapdıq. İndi mənfi 2'ni yerinə yazaq. Bura mənfi 2 yazdığın zaman olur mənfi 1 müsbət x oldu. Burada da mənfi 2 yazdığımız zaman mənfi 6 mı oldu? Bəli. Bu bizim fx funksiyamızdır. Bərabər ehtiyac yoxdur. Bu bizim fx'imizdir. A-nın yerinə mənfi 2 yazdım. Mənfi 1 oldu. Qarşıda da mənfi var. Üstə gəlmə oldu. Bəli. İndi bizim köklərimizdən biri var. 2'dir. O birini özümüz tapacağıq. Vuranda mənfi 6 olsun desəm mənfi 3 deyərəm. Həqiqətən də toplayanda da mənfi 1 əksini yazıblar. 2 və mənfi 3. Deməli B nöqtəsinin koordinatı mənfi 3 nəsə. Nəsəni tapacağıq təbii ki 0'dır. Çünki niyə? Yerinə mənfi 3 yazsan cavab 0'dır. 2 0 mənfi 3 0. Nə istəyir? B və C-nin apsislər cəmi, yəni mənfi 3 ilə 0'ın cəmi. Cavab mənfi 3. Cavab mənfi çıxdı. Yəqin ki səhv eləməmişik. Çünki bir neçə dəfə yoxladım. Gəldik 54'ə. Deyir ki, AB və AC vektorlarının skalar hasilini tapın. Gəlin tapaq. Birinci AB-ni axtaraq. AB-ni tapmaq üçün uşaqlar biz nə edirdik? Sondan başlanğıcı çıxırdıq. 2'dən mənfi 1'i çıxsam 3 oldu. 3'dən 4'ü çıxsam mənfi 1 oldu. Bir də AC deyir. AC-ni axtaranda yenə sondan başlanğıcı çıx 6 oldu. Mənfi 6'dan 4'ü çıxdı, mənfi 10 oldu. Düz dedikmi? Mənfi 10. O da müsbət 6. İndi bunların skalar hasilini istəyirsə uşaqlar. AB vur AC bərabərdir. Apsisləri vururduq. 3 vur 6. Üzərinə gəlirdik ordinatların hasili. Mənfi 1 vur mənfi 10. Mənfi 1 alınmışdı. Bir də mənfi 10 alınmışdı. Bəli. Toplayaq. 18 üstə gəl 10. Cavabımız 28. Skalar hasilinin cavabı təbii ki 1 ədəd olmalıdır. Bütün ədləri müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi bu olarsa silsilə fərqini tapın. Biz bilirik ki uşaqlar, məsələn AN üstə gəl 1. Ya da məsələn burada n çıx 1 yazın. Bu da AN üstə gəl 1 olsun. Ardıcıl 3 dənə həddimiz var. Biz bilirik ki ortancıl həddimiz digər ikisinin ədədi ortasıdır. Və bunu bilirsinizsə bu çox lazımlı bir şeydir. Əsas xassədir bu ədədi silsilə üçün. Onu bilirsə davamı rahatdır artıq. Biz bunu bərabər edəcəyik onların ədədi ortasına. X kvadrat çıx 1 yazaq. X kvadrat çıx 1 bərabər. X üstə gəl 3x üstə gəl 4 bölünsün 2. Burada aldıq x kvadrat çıx 1 bərabər. Yuxarıda 4x üstə gəl 4 bölünsün 2. Nəhayət böldüm oldu 2x üstə gəl 2. Hamısını bir tərəfə yığ. X kvadrat çıx x çıx 3 bərabər 0. Ondan sonra burada biz nə edəcəyik? Hasili mənfi 3 cəmi müsbət 2 nə var bizdə? Müsbət 3 və mənfi 1 mi var? Vuranda mənfi 3 toplayanda 2 əksini yazıblar. Bəli. Silsilə fərqi ilə bağlı bir şey deyil. Hədləri müsbət olan. Hədlər müsbətsə biz x-ə mənfi 1 verə bilərikmi? Xeyr. 3 verə bilərikmi? Bəli. 3 versəm bura 3 oldu. Bura 3 verdiyimiz zaman 9 çıx 1 8 oldu. Yox, 9 8 oldu. Bu 3 idi. Bura 3 verdiyimiz zaman nə oldu? 9, bu da 13 oldu. Nə oldu? 5 5 artır.
Deməli, C-də fərqimiz nə imiş? 5 imiş. 8 çıx 3 bərabər 5. Belə əziz şagirdlər, sualların sonuna gəldik. Ümid edirəm faydalı oldu. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.